Firon axır vaxtda iman gətirir. Həzrət İmam Rıza aleyhissalamdan soruşurlar ki, ya ibn Resulallah, niyə Allah Fironu bağışlamadı? O qədər zülm eləmişdi, axırda iman gətirdi, niyə bağışlamadı? İmam Rıza aleyhissalam cavab verir ki, ona görə ki, Firon qərq olanda suda Musanı çağırdı. Dedi, ya Musa, nicat ver mənə. Musanı çağırdı deyə, Allahı çağırmadı deyə nicat vermədi. Əgər Allahı çağırsaydı, Fironu da bağışlayacaqdı. Sonra Musaya vəh göndərir. Deyir, gördün o suda boğula-boğula səni çağırdı, cavab vermədin, kömək eləmədin. Bilirsən, niyə? Çünki sən yaratmamısan. Məni çağırsaydı, nicat verərdim. Mən yaratmışam onu ona görə. Firon da mənim bəndəmdir, onu da mən yaratmışam. Mənə üst tutsaydı, o qədər zülümdən sonra məni çağırsaydı, onu bağışlayardım. Sən yaratmamısan deyə bicana baxdın Fironun qərq olmağına. Bu rəhməti geniş olan Allah bizə deyəcək, mənə bəndə ol. Mənə günah eləmə. Ərhəmər rahimin olan Allah ki, heç cür üz döndərmir bəndəsindən. Heç cür üz döndərmir. Neyniyəsən ki, bu üz döndərsin? Heç bir şey. Bir həd var ki, deyər, day tövbə qəbuldur. Yox, hər hansı şey eləyirsən, elə üz döndərmir adamdan.